Yolçu, yol sənin ayaq izlərindir. Başqa bir şey sanma yolu, yolçu. Yol yoxdur. Yol yeridikcə yol olur. Yol olur gəzə-gəzə. Baxışlarını geriyə çevirincə bir daha ayaq basa bilməyəcəyin uzaqlar olur, yolçu. Yol yoxdur. Yalnızca gəminin köpükləri var dənizdə. Xəzərin mavi sularının sehrinə dalan Abşeron, sirli torpağın səsinə doğru irəlilədiyimiz yol bizi özünə çəkir. Hər kəndin, qəsəbənin hekayəsində keçmişin izini axtarırıq. Albalılıq. Bu qəsəbə Buzovna və Maştağa kəndləri arasında yerləşir. Yerli kənd sakinləri qəsəbənin elə bu iki kəndin, Buzovna və Maştağanın torpaqları hesabına genişləndiyini deyirlər. Bəs nəyə görə bura Albalılıq adlanır? İrəliləyən dəqiqələrdə bu haqda danışacağıq. Belə, 32-dən biri bugün Albalılıqdadır. Gördüyümüz bu yer Quraney bağları, Maştağanın Quraney bağları. Bu bir neçə bağ massivləri ilə mərzli sərhəddir. Albalılıqdır, bu tərəf Kürdüdür, Şiroğlardır, Qərib Nəsir bağlarıdır. Bu Albalılıq gedir, böyük bir massivdir Albalılıq indi. Böyük bir massivə indi Buzovna ilə Maştağa arasında, əslində Maştağanın yerləridir, Maştağanın torpaqlarıdır Albalılıq. Ümumiyyətlə, bizim bu bağ massivləri, qədimi adları çoxsu indi qocalar bilirdilər, köhnələr. İndi itib batıb. Elə indi hamısında Kürdiyə də, Quranəyə də, Şiroğlara da elə Müşnovka Albalılıq deyirlər. Amma belə deyil. Albalılıq bir əvvəl balaca bir massiv olur. Sonradan bax, buraya Əmir Aslanovdanıdır. Amma Əmir Aslan Məşid Məhəmməd Hüseynoğlunun tikdirdiyi, deyəsən, 1890-cı illərdə tikilib bu ovdan. Böyük bir nəslin nümayəndəsi olub. İndi də onun nəvələri, evlatları, nəticələri var. Həyatdadırlar, fəaliyyət göstərirlər, yaşayırlar. Həmin bu bağ da onlara aiddir. Əmir Aslan oradan qalıb. Biz biraz indi bağlar massiv olduğuna görə çox hələ baxımlılıq döyür. Bura demək Quraneydir. Quraneydən sonra gəlir Kürdü bağları, sonra gəlir Şiroğlar, Qərib Nəsir, Albalılıq. Albalılıq böyük bir hindi massivi əhatə eləyir, gedir Buzovna yolunaycan, Buzovnayacan çıxır. Maştağa Buzovna trası belə deyək. Orayacan hindi eləyiblər Albalılıq 1-2. Albalılıqda qədim tarixi olan abidələrə rast gəlmək nadir hadisədir. Bu da yəqin ki, Albalılıqda əsasən bağların yerləşməsi ilə əlaqəlidir. Bir neçə kənd var ki, onun dövrəsi bütün bağlardır, bağ massivləridir. Ortada kənddir, qıraqları bütün cümlədən Maştağıdır. Maştağının bütün 4 dövrəsi bağ massivləridir. O tərəfdən Daraqılıncdır, Zirdidir, Kürdüdür, Balaq bağlarıdır, Ləşdir. Ləşi də indi eləyiblər Ləş, amma yox belə deyil. Ləş o vaxt balaca olub. Orada Gələcəmi də var, Seyx Askəri də var, Qəmbər Qumu var, Babavərdi bağları, Xəlfə Safa. Bunlar indi hamısını eləyiblər Ləş. O vaxtları Maştağa rayon olub. 50-ci illərdə Maştağa rayon olub. Bir neçə kənd həmin bu Maştağaya təhkim olunub. O cümlədən Buzovna, o tərəfdən Şağan, Mərdəkan, Pirşağı, Zabrat, Kürdaxanı, Bilgəh, Nadaran Maştağa rayonunun üstündə olub. Harca 50-ci illərin axırınacan. Həmçinin bu bağların da çoxu elə Maştağanın üstündə olub. Bölüblər rayonlar arasında bağları da. İndi qarışıb. Yəni ki, indi o vaxt qocalar o mərzləri bilərdilər. Biz mərz deyirik. Əslində sərhəd demək. Bağların sərhədlərini qocalar bilərdilər. İndi az adam bilir o mərzləri ki, Quraney ilə Vişnəliyin sərhədi hardadır.
Yaşlı sakinlərin söylədiklərinə görə bir vaxtlar bu yerdə geniş albalı bağları olub. Albalı ağacları gözəl məhsul verərmiş. Sonralar iqlim dəyişikliyi məhsuldarlığa təsir etdiyindən indi qaysı, albalı ağacları nəinki bar vermir, hətta az bir müddətdə quruyur. Bir 30 il, 40 il bundan qabaq hər bağda albalı ağacları vardı. İndi hal-hazırda düz albalı ağacları yoxdur, azmaz qalıb. Ancaq onu əvəz eləyən Abşeron üzümü var. O da bizim milli sərbətimizdir. Abşeronun demək olar ki, 50-dən 60-dan yuxarı növləri var. Ən gözəl növü Ağşanıdır. Ağşanı demək olar ki, üzümlərin şahıdır. Həm yarpağına görə milli mətbəximizdə istifadə olunur. Ağ kişmiş var, sonra qara şanı var, şabranı var, sargilə var. Kişmişin bir çox növləri var, qırmızı, qara. Bu sözləri deməkdə məqsədim budur ki, sırf Abşeronda yetişən üzümün yerini heç bir üzüm vermir. Ona görə ki, Abşeron mühiti həm quru iqlimdir, həm havası gözəldir, həm də istənilən bu bəzi meyvələr burada yetişir. Xüsusən zeytundur, badamdır, üzümdür, əncildir. Bu meyvələr demək olar ki, burada çox məhsuldar olur, yaxşı burada inkişaf edir. Başqa meyvələr də yetişir, ancaq onlara xüsusi qulluq lazımdır. Yemləmək lazımdır kökdən, yarpaqdan ki, onlar da istənilən nəticəni versin. Xəzərin axşanısı, bağların nişanlısı. Xəzərin axşanısı, bağların nişanlısı. Qızıl qumda yaqutum, mirvarım alışanım, ay qoşaşanım. Qızıl qumda yaqutum, mirvarım alışanım, ay qoşaşanım. Bakı bağlarının bəzəyi Ağşanıdır. Adı çoxdan Abşeron sərhədlərini aşan Ağşanı bir əsrdən çoxdur ki, Həşdarxan və Volqaqradda da becərilir. Ölkəmizin ən qədim qiymətli süfrə üzümü sortu olan Ağşanının vətəni Abşeron yarımadasıdır. Torpağım ülkəni, ay qara gələm, ayaq girəm, qoşa girəm mənim. Qara gələm, ayaq girəm, qoşa girəm mənim. Demək olar ki, almalı masifi iki yerə bölünür. Yarısı Maşdağanın üstündədir, yarısı da Bizonun üstündə. Ümumiyyətlə, üzümün demək olar ki, kənd təsərrüfatının hər sahəsi yaxşıdır. Ancaq ki, üzümçülük, şərabçılıq demək olar ki, ən gəlirli sahədir. Əfsuslar olsun ki, bu sahəyə çox fikir verilmir. Son vaxtlar, məsəl üçün, bu sahəni genişləndirirlər. Xüsusən süfrə üzümlərinə çox yer vermək lazımdır. Ona görə ki, süfrə üzümləri həmi xarici bazara çıxa bilir, yaxşı olduğuna görə. Həm də ki, öz şirinliyinə görə, yaraşığına görə başqa üzüm növlərindən fərqlənir. Mən məsəl üçün, bir neçə il bundan qabaq Dubaya qonaq gelmişdim. Üzüm aparmışdım, 2 yeşik. Biri şani idi, biri də ki, kəhraba. Dostum vardı, o da Dubayın şeyxi ilə dostdur. Üzümün bir yeşiyini Dubayın şeyxi üçün apardı. Üzümü yedi, də bundan görməmişəm. Orada bütün marketlər, zatlar hamısı xaricdən gəlmə üzümlərdir. Dadı yoxdur, vidi var, yaraşığı var, dadı yoxdur. Ancaq bizim Abşeronda yetişən üzüm demək olar ki, şeyxin xoşuna gəlib. Hər onun üçün mən bir 20 yeşik üzüm göndərirəm. Adamları var, gəlir, göndərirəm onun üçün. Sözləri deməkdə məqsədim odur ki, Abşeronun bu zonası elə bir zonadır ki, burada həm ürək xəstəliklərinin dərmanıdır. Ürək dərmansız burada məsələn revmatizma olan adam, ürəyi xəstə olan adam gəlir burada məsəl üçün bağda yaşayır. Təxminən bu zona bax, Nardaran zonasından tutub ta ki Hövsan qırağına icən, dəniz kənarına icən. Bu zonanın havası çox gözəldir. Hətta 19-cu əsrdə demək olar ki, Nobel qardaşları Azərbaycana gəliblər, neft kəşf ediblər. Yer axtarıblar, bağ yeri axtarıblar ki, gedib özləri üçün bağ alsınlar, orada məsəl üçün yaşasınlar, istirahət eləsinlər də. Hər yeri geziblər. Yaponiyadan xüsusi mütəxəssis götürüb gəliblər. Bu zonada Nobelin adları da qalıb ara.
panorama ki yerdir, oradan baxırsan bütün dəniz görükür. Demək, iki qardaşlığı orada yer alıblar, özləri üçün bağ tikiblər. Hal-hazırda orada onların evlərini təmin ediblər. Xəstə uşaqlar üçün sanatoriya tikilib. Buradan 1 kilometr aralı zeytun bağları idi burada. Təxminən olardı da bir 300 hektar. 250 hektar məsəl üçün badam bağları idi. Hal-hazırda həmən badam bağlarından qalıb, ancaq ki təzə badam bağlar salırlar. 50 il bundan qabaq həmin o zeytun bağlarının yerində üzüm bağları olub. Zeytunu sonra salıblar. Mənim yadıma gəlir, mən uşaqdım, 6 yaşımda, qardaşımla gəlirdik bura üzüm bağı götürüb, kolxozdur da, üzüm yığırdılar. Bir vedrə axşam evə gedəndə bizə üzüm veriblər. Sonra bu bağlar ki, savxoz ləğv oldu kolxoz, bağları da hamısını değişdilər də. Məsəl üçün zeytun əkdilər, badam əkdilər. Bilirsənmi? Kəndimin ağacları şairdir. Ayaqlarını səmanın mürəkkəbinə batırır hər axşam. Külək yorulur. Səmasa onun ayaqları altına sərilir həsir kimi. Bu üzüm gövdəsinin yaddaşında nələr var? Bu həyətə gəlib gedənləri, yarpaq dərənləri, ona bir udum su verənləri, qol budağını budayanları unutmayıb inanın. Bir qərinədir burada olanları görür, yaddaşına həkk edir. Bir qərinə. Səslənəndə bir əsrə bərabər sanırlar bir qərinəni. Amma 33 ildir bir qərinə. Kəhrabanı, Ağadayını, Qara Kişmişi ilk o qarşılayıb bu bağda. Əslində bu bağ onun soy ağacı, nəsil şəcərəsidir. Yaddaşı gövdəsinin yaşındadır. Yaddaşı son limanı, son sığınacağıdır. Biz indi Albalılıq ərazisindəki məsciddəyik. Bu məscidin təxminən 20 yaşı var. Lap yaxınlıqda isə hazırda istifadəsiz olan köhnə bir günbəzli hamam yerləşir. Təqribən 130 yaşı olan hamamın həyətində su quyusu da var. Demək olar, Alballığın ən mərkəzi hissəsidir buralar. Buradan bütün bağ massivlərinə yol var. Hər bir məscidlərdə olduğu kimi burada da İslami dəyərlərə, memarlığa, Abşeron memarlığına əməl olunub, tikinlərdə də, sütunlarda da özünü biruzə verir. Hətta qapıda da fərəc duası İmam Əbülfəz ağanın, İmamoğlu Əlinin oğlu Əbülfəz ağanın adına olan bir məscid. Orada da adı yazılıb, fərəc duası, pəncdən əlavə duaları, qapı ümumiyyətlə burada sütunlar, hər bir şeyin burada simvolikası var. 8 pəncərə var, behiştin 8 qapısını burada tərənnüm göstərir. Yəni ki, o simvolikalara burada da əməl olunur. Hər bir şeydə gördüyümüz kimi. Və burada bir nə maraqlı bir şey var ki, bu təzə məscid hardasa 2008-2009-da cəmaatın, bir neçə qardaşımızın əməyi ilə, cəmaatımızın əməyi ilə, köməkliyi sayəsində bura tikildi, ərsəyə gəldi. Burada hal-hazırda hardasa 170-180 adam, kişi xeylaları, bir 50-60 qadın xeylalar eyni vaxtda namaz qıla bilir. Təbii ki, hər bir məsciddə olduğu kimi burada da kişilər üçün namaz yeri, dəstəmaz yeri ayrıdır, qadınlar üçün ayrıdır. Burada demək, köhnə bir qədimi quyu oldu. Bu quyunu doldurmadılar tikinti zamanı, saxladılar.
çox gözəl şəkildə təmizlədilər, bərpa elədilər. İndi də işlənir. Düzdür, tam şirin də olmasa suyu içməlidir. Yay vaxtları burada məscidin gələn zəvvallara, namazı inanclı adamlara bu sudan istifadə etməyə verilir. Ümumiyyətlə bu elə bir yerdədir ki, burada çox böyük bağ massivləri var. Cəmaət burada yaşayanlar bura ibadətə gəlirlər. Hər gün səhər, axşam fəaliyyət göstərir gördüyünüz kimi. Məscidin qonşuluğunda yerləşən bu ərazidə vaxtilə 4 su quyusu olub. Həmin o quyulardan birinə isə Kor quyu deyərlərmiş. Bu həyətdə yaşı 130 il olan bir hamam da var. Yəqin ki, hamamı su ilə elə bu quyular təmin edirmiş. Torpaq ümumiyyətlə qulluq istəyir. Torpaq insan əli istəyir ki, deysin. Torpağa nə əkirsən, Allah bəy, buranın torpağıdır. Nə əkirsən burada, maşallah bitir. Çox gözəl buranın münbit, həm havası gözəldir, həm torpağı münbitdir. Nəmişlik yoxdur. Bunlarda həm qum döyür. Bəzi yerlərdə görürsünüz bağlarda qumluqdur. Bəzi yerlərdə torpaqdır. Bax, burada torpaqdır, burada qumluq yoxdur. Qədimi burada hamam var, çox qədim hamam var, quyu var. Hardasa bir 40 metr, 50 metrə yaxın böyük bir quyusu var. Qədimi əlli böyük quyudur. O vaxtları inqilab dövründə qaçaqlar burada çox məskunlaşıblar, gizləniblər. İndi bu odanlar olub bu bağlarda. Əmiraslan odanı, Molla Şərif odanı. O vaxtları da cəmaatın bağları 10 sot, 5 sot olmayıb. Hektarlarla olub. 50 hektar, 100 hektar, 30 hektar. Hər kəsənin, hər dövlətin, hər adamın böyük bağ massivləri olub. Hər kəsin heç ucu bucağı olmazmış. Sonra da ona buna baxışlarmışlar. İlin bu çağında şəhər kənarına, xüsusən də albalılığa yolu düşən hər bir insanın diqqətini cəlb edən bax elə gördüyünüz bu gül çiçək yaşıllıqdır. Albalılığın hər tərəfi bağ-bağatdır. Hər gülün öz dövrü, öz aşiqi var deyiblər. Doğrudan da bu gözəlliyə aşiq olmamaq mümkün deyil. Qabaq vurub bağlar verirlər, bağlar astronomikası idi. İndi olub ikinci albalı. 58-59-cu ildə o qədər yüksək ağaclar vardı burada ki, bütün qonşular gəlib yığıb aparardı, hələ qurtarmazdı, tökülərdi yerə. Burada kəpər zad yoxdur, daş hasar zad yox idi. Balaca mərclər vardı, otdan düzəltmişdi. Adam da azdı. Bu boyda bağda 2 nəfər qalırdı. İrəhmətli Əlifbas kişiydi. Bir dənə də kasıbdır, bəndəlidir, kasıb. 2 nəfər yay-qış qalırdılar, yaşlı adamlardılar mənə kimi. İndi mən də yay-qış qalıram burada, havası düşür mənə. Burada analog olmayan bir palası gelir, çox gözəl havası var. Dərə bağlar deyildilər bura. Burada bütün kəndlərdən insanlar var burada. Yayda gəlirdilər, dincəlirdilər, insan çox olur. İndi yay-qış qalan çoxdur, böyük bir kənd olub. Maşallah, burada da doğulub böyüyənlər çoxdur. Buranın üzümü, ənciri, nar, heyva, torpağı çox gözəl torpaqdır, münbit torpaqdır. Nə bastırırsan, o saat yetişir. Amma lap çox yuxarı olmur. Hadi 2-3 metrə qalxır. Bilmirəm, yerindən asılıdır, ya havadan asılıdır. Su ilə əladır. Bizim həyətdəki quyu 45 metrdir. 45 metrdən çıxır. Qabaq şirindir. Götürüb aparırlar şəhərə. Çayzad dəmirlər. İndi biraz şorlaşıb. O da yəqin o dəniz suyu gəlib qatışıb o gözəl. Quyular biraz şorlaşıb. İnsanlar çox mehribandır. Vişne ağacı quruyur, qıyısı ağacı quruyur.
Qabaq buradan 3 vaqon gedirdi. Bağlar, Pirşağı, orada da Sumqayıta gedirdi. Əl eləyirdik, taksi kimi saxlayırdik, minirdik. Apardı gedirdik, bir gələ dənizə gedirdik. Bir abası 30 köpək verirdi ona. Bu Albalı bağların ən maraqlı şey nədir? Burada heç vaxt su olmuyor. Burada ancaq qidalanma quyu suylarının olub. Çox gözəl, yüksək səviyyədə tərtəmiz olub. Heç bir lili də yoxdur. Lazım olsa göstərə də bilərik, siz baxarsınız. Sonra burada yod brom var əsasən. Buranın palasası var, burada asma xəstəlikləri gəlir, heç istifadə eləmir. Ancaq belə burada gələn deyir ki, çox gözəl, 10 gün, 5 gün qalır, deyir, mən istifadə eləmədim, gedirlər. Yəni, müsbət dərəcələr bunlardır. Çox şey demək olar. Burada o vaxtı əl quyuları olur əsasən. İndi hal-hazırda maşınla vururlar. Yəni 45 metrə, 60 metrə, 50 metrə yerindən müəyyənləşdirirlər onu. Yuxarıda əsasən bir-iki dənə quyu olub, orada çox qədimi quyular olub. Ondan hamı ondan istifadə edir. İndi maşallah çoxalıb, bağ masivləri çoxalıb, hamı istifadə edir quyulardan. Buna baxmayaraq su azalmır. Bugün albalılıqdan danışdıq, bağlarda olduq. Görüb öyrəndiklərimizdən sizinlə bölüşdük. Necə deyərlər, 1000 eşitməkdənsə bir görmək yaxşıdır. Abşeron bağlarının ən gözəl dövrü elə bağ mövsümüdür. Bir neçə saatlıq da olsa biz də bu gözəlliyə qonaq olduq. İndi isə artıq xudafizləşmək vaxtıdır. 32-dən birində yeni ünvanda görüşənədək deyib sizdən sağollaşırıq. Salamat qalın.